Şagirdin üstünə qışqıran müəllim 200 manat cərimə ediləcək. Yaz-qış tətillərində bir həftə evdə qalan doğmaca övladlarımızın nadinzliklərindən biz evdə bezib deyirik ki, bir təhər məktəb açılsaydı, canımız qurtarardı. Bəs müəllim hər gün müxtəlif ailə tərbiyəsi çıxan yüzlərlə şagird qarşısında nələr çəkdiyini bilirsinizmi? Vallahi ağzımı açdırmayın. Mən də müəllim olmuşam, sinif rəhbəri olmuşam. 10-cu sinif şagirdi bir tərbiyəsiz, əxlaqsızlığın birinci partada ayaqqabısının üstünə güzgü yapışdırıb, gənc müəlliminin yubqası tərəf uzadıb ayaqlarına baxan yerdə tutmuşam mən. Qışqırmayın. Dilinizə bir söz düşüb. Fiziki şiddət, psixoloji şiddət. Şagirdi bir balaca itələsən, fiziki şiddət. Üstünə qışqırsan, psixoloji şiddət. Vallahi meşin yuvarlağa döndərmişsiniz müəllimləri. Qız sinif yoldaşının, üzr istəyirəm, dizinə əl sürtən bir əxlaqsız şagird oğlanın başını mı sığallamalıyam mən? Dərs zamanı qızların içində, oğlanların içində ora-burasını oynadan şagirdin valideynə mi şikayət eləməliyəm? Mən öz riyaziyyat fənnimi buraxıb ona təzədən əxlaq dərsimi keçməliyəm. Valideynləri 16 ildir buna tərbiyə verməyib, özləri bu uşaqdan pisdir də. 16 il ailə tərbiyəsi verə bilməyən mənim sözümlə mi verəcək? Ağsaqqal əməkdar müəllim lövhədə yazı yazır. Bir əxlaqsız lazer işığında onun şalvarının qabağına, şalvarının arxasına lazer işığını salıb uşaqları güldürür. Ağsaqqal müəllimi ələ salır. Nə eləməlidir o müəllim? Siz şagird olmamışsınızmı? Məktəbinizi görməmişsinizmi? Belə halların baş verdiyini bilmirsinizmi? Hamımız deyirik ki, təhsilimiz bərbaddır, cəmiyyətin əxlaqı pozulur. Bütün günahı da yazıq müəllimlərin üstünə atırıq. Müəllimi şagirdin ayağına verəndə belə olacaq da. Direktor və müəllimlər valideyndən qorxanda, uşaqdan qorxanda belə olacaq da. Vallahi bu müəllimləri ya həbs edin, ya gülləlin, ya da edam edin. Sizin də canınız qutarsın, bizim də canımız qutarsın, müəllimlərin də elə bu cəmiyyətində.